Salam əziz izləyicilər. Bugün sizinlə bananlı keksin reseptini paylaşıram. 200 qram əzilmiş bananın üzərinə 45 qram qatıq əlavə edirəm və 5 qram soda qarışdırıram. Daha sonra isə 60 qram süd, 60 qram duru yağ qaynar vəziyyətdə əlavə edib qarışdırıram. 5 yumurtanın üzərinə 200 qram pesoku hissə-hissə əlavə edib qarışdırırıq. Burada yaxşıca yumurta ağarıb həcmini artırana qədər. Daha sonra isə 200 qram unu, 5 qram qabartma tozu və 1 vanil istəsəz əlavə edə bilərsiniz. Vanil zövqə görədir. Qarışdırıram. Daha sonra isə 20 sm-lik çəmbərin içərisinə əlavə edib 180 dərəcədə 45 dəqiqə bişməyə qoyuram.